Amir qəbiləsində belə bir seremoniya var ki, gənclərin yetkinlik yaşına keçiddən gənc olmağa keçid və ümumiyyətlə onun qəbilədə kişi kimi qəbul olunma yaşı var. O bir imtahanla keçirilir. Yəni orada doğuşdan sən kişi olmursan da belə deyim də. Sən uşaq sayılırsan. Əgər sən kişi olmaq istəsən bu imtahanı verməlisən. Bu imtahanı keçəndən sonra qəbilə səni bir kişi olaraq qəbul edəcək. Və nəticə etibarına sənə evlənmə hüququ da verilir, mal qoyuna nəzarət də verilir və həmçinin sənə Kalaşnikov avtomat verilir. Artıq sən bir Kalaşnikova bir kişi olaraq sahib olursan. Bu proses necə olur? Seremoniya başlayanda birinci qadınlar rəqs eləyirlər. Ondan sonra bir başqa bir böyük bir yol qət eləyirlər. Orada ərazidə kişilər qadınları döyürlər çubuqla. Özlərinin döyülməsini tələb edirlər. Kişilər onları bu taxta çubuqla döyəndə bunlar elə bilirlər ki, öz sevgilərini göstərdilər onlara. Bu kadar sayma bayma. Bax, o uşaq deyir bu. Hə, bu nasılsa vurdu sonrası. Bana qaçır, qoymurlar, qaçsın. Uşaqlar, bu qızların belindəki şiramlar hamısı döyülməkdən yaranır. Bunu qadınlar istəyir. Orada istək qadınlardan gəlir ki, məni döy. Və döymək də ciddi deyirəm, belləri qan idi əməlli başda. Şiramlar təsəvvür edirəm, mən şokdaydım. Uşaqlar belə kiçik bu boyda 5 yaşında uşaq, qız uşağı gəlir ağlayır ki, məni döy. Bu kişilər də çubuqla onları vururlar, onlara şiram düşür. Bu seremoniyanın da bir hissəsi. Ondan sonra həmən gənci rəngləyirlər, müxtəlif maskaya salırlar rənglərlə. O rəngləri necə əldə edirlər soruşsaz, bir kömürlə qara rəng əldə olunur, bir də qəhvəyi və ağ daşları yonularaq ağ və qəhvəyi rənglər əldə olunur. Onlarla da ona bir maska alırlar və lüt şəkildə, tamamilə çılpaq şəkildə oğlan düzülmüş inəklər də orada buynuzlu belə öküz deyə, inək deyə, onların üzərinə bir 10 dənəsi düzülür. Onların üzərinə lüt o tərəfə getməlidir, bu tərəfə gəlməlidir. Əgər bunu bacararsa, bu imtahanı keçib kişi olmuş olur artıq. Siz o prosesi izləmişdiniz? Bəli, çəkmişəm də. Mən onu bütün prosesi başdan ayağa çəkmişəm. Çox belə qalırdım belə. Çox maraqlı gəlir. Yəni